Aparıcı Rövşəni Asəf qızı açıqlaması ilə diqqət çəkib. Baku Post az milli aza istinadla xəbər verir ki, o şəxsi həyatını hər kəsdən sir kimi saxladığını bildirib. Sən əxlaqsızsan, 50 yaşında ərə gedirsən. Bu nə deməkdir? Nə düşüncədir? Məni indi bəlkə qınayacaqlar. İnanın ki, bu şəxslər də həmin sətirlərdən istifadə edəcəklər. Şəxsi həyatıma müdaxilələr etməyə imkan vermirəm. Özəl həyatımla bağlı gündəmdə yoxam. Bu mənim özəlimdir, məlhəmimdir. Yaşantılar, sevgim də mənə aiddir. Öncədən həyatın nəbzini necə tutacaqsansa, elə də davam edir və onu da yaşayacaqsan.